Herkese selam, kanalıma ve videoma hoş gəlmisiniz. Bugün səhər vlog çəkirəm. Əslində çox səhər olmasa da, mən dünən gec yatdım. Bugün dünən gecə kitab oxudum. Ona görə gec yatdım və bugün də bu vaxtda durdum. Əslində tam səhər deyil, saatı deyərdim. Ben indi yuxudan təzə durdum. Səhər duranda nə edirəm kimi bir vlog olacaq. İndi gedib ərzimi yuyacam, saçımı yığacam. Sonra isə yemək yeyəcəm, çay içəcəm. Sonra da heç özüm də bilmirəm nə qayacam. Bunu bir yerə tutuqdu deyə səsim qəribə gələ bilər. Bəli dostlar, paltamı dəyişdim, gəldim. İndi isə bakıma çəkəcəyik. Bakım deyəndə saçımı yığacam. Bakım sonra eləyək. Heç saçımı ərzimi yoxda söyləyim. Kes olmaz, daha yiyeyim yenə də. Elə belə yuyub qaydanda hörərəm, yəni ərzimi yuyub gələndə. Bəli dostlar, indi ərzimi yudum, dişlərimi fırçaladım. İndi keçsəm saçımı hörəcəm indi. Açıq. Kamerada hörməyəcəm çünki bu tərəfdə gücü yoxdur. Ona görə yəni kamerada höyə bilməyəcəm. Ona görə hörüb gəlirəm. Bəli dostlar, saçımı hördüm, gəldim. Biraz bu tərəf çıxdı. Heç olmaz. Sizcə necə oldu? Həmişə bu tərəf qalın, bu tərəf nazik olur, bilmirəm niyə. Aha, indi bədən spreyimizi qoyuruq. Ördük. Lip balm. Qapaqlar çatlayır, onlar əsəbləşir. İndi gedib yemək yeyib. Şiş qaldı. Elə gedib yemək yeyib. Sonra çay içib. Sonra da baxarıq da. Bəlkə kitab oxudub yenə. Başqa bir şey də eləmək istəyirəm. Hava yaxşı olunca yağış yağacaq, amma voleybol da oynamaq istəyirdim aslında. Voleybol oynaya bilərik ya. Səsim az düşə bilər. Voleybol oynaya bilərik. Hava amma yağışlı deyiblər, birazdan yağış yağacaq. Həyətdə, yəni Bobişi də göstərirəm. Bobişəcə həyətdədirsə. Belə. Deyim, çay içim falan edeyim. Səsim düzəlir. Bəli dostlar, mən yeməyimi falan yedim. Saçım da açılmışdı, onu təzədən hördüm. İndi isə istəyirəm ki, videoya baxım. Belə videoya baxım, sonra şamat falan oynayım. Sonra çay falan içib. Da keçək videoya baxaq. Yəni gətirəcəm tabletdən video izləyəcəm, sonra baxarıq.
Bəli dostlar, mən videoya baxdım. İndi yəni mikrofonu qoşdum ki, səsim az gəlir. İndi mən istəyirəm ki, kitab falan oxuyum. Çünki o kitabı dediyimə görə yəni 2-ci günə kimi bitirməliyəm. Dünən çox oxudum, səhvə bir 40 səhifə falan oxudum. Yəni tam 40 səhifə olmasa da oxudum. Yəni az qaldı səhifələr. Bir 80-də, 70 neçədə idim. 79-da falan olmalıydım mən. Nəysə, indi onu oxuyacağam. Bir 10 səhifə falan oxuyaram. Videoya baxdım. Çox xoşuma gəldi yəni. İndi isə gedək. Alça falan gətirim, bilmirəm. Ya da elə kitabı oxuyum. Ən çox gecə oxumaq çox maraqlı olur. Mən istəyirəm ki, həm də qısa vloqlar da çəkmək istəyirəm, shorts olaraq. Baxın, bunu ona görə almışdım. Amma neçə vaxt, yəni vaxt eləyə bilmirəm. Uzun vlog çəkmək istəyirəm daha doğrusu. Amma qısa vlog çəkməyə də başlamaq istəyirəm. Dünən yox. Keçən dəfə atdım məktəbdən sonra vlogu. Çox uzun olmasa da 18 dəqiqəyə çatmışdı o video. Məncə bəyənildi. Yəni izləyicilər tərəfindən bəyənildi. Onu da izləməyənlər keçib izləyə bilər. Bəli dostlar, hava yəni o qədər də yaxşı deyil. Ona görə bu otaqda soyuq olduğuna görə də zirət geyindim üstümə. Həm mikrofonu da taxa bildim deyə. Kitabımı gətirdim. Bunu mən məktəbimin kitabxanasından almışam. Daha dərs qurtardıya 2-ci gündə kimi oxuyum. Onsuz oxuyaram yəqin ki, baxın. Bu qədər oxumuşam. 80-ci səhifədəyim. İndi oxumağa başlayayım. Bəli dostlar, işte gəldim həyətdəki bobişi göstərim. Bobiş yoxdur. İndi birazdan gələr yəqin ki. Hava da o qədər yaxşı deyil. Yəni biraz soyuqdur. Mən kayka gətirib biraz sürəcəm. Hava yaxşıdır, sabah isə yaxşı olacaq. A few moments later. Alça. Boyum çatay belki. Alça gözde bir tane yapsam gələcəm. Boyum çatmadı. İndi istəyirəm konki sürüm ya da kaykay sürüm. Sürməyə davam edeyim, bilmirəm. Konki sürüm bəlkə. Birazdan yağış yağsa, onu da sizə göstərərəm. Vlog. Aslında indi günortadır, səhər vlog kimi açdım, amma günortadır uje. Geçək təmiz hava var. Biraz gəlsin. Ay, paltığa gedim.
tut. Dünən yağış yağdığına görə gecə də yağıb. Ona görə palçıq da tərəf. Burada çaldım ama yer değil. Babiş de yoktu ki ondan oynayaq. Her taraf tutuldu be. Dünən ama çok pis idi. Sabah yaxşı deyəcəksiniz. Bu yüzden de pis. Sesim bilmem ne kadar düşüyor ama mesela telefonla çəkəndə o qədər bəlkə üzərindən çünki tarzlıq saxlaya bilmirəm. Böyle yavaş yavaş olacaq. Two thousand years later. Bəli dostlar, videom bu qədər idi. Ümid edirəm videomu bəyənmisiniz. Əgər videomu bəyənmisinizsə, videoya bir tıkla like atmağı, kanalıma bir tıkla abone olmağı unutmayın. Yeni videolarda, yani gələcək videolarda görüşənədək sağ olun.